25 il boyunca yüksek seviyeli şeytan pərəstişkarı olmaq üçün öyrədilmişdim. Bizə baxan və bizi eşidən insanlar ruhani dünyanın nə qədər real olduğunu başa düşmürlər. Şeytan oğurlamaq, öldürmək və məhv etmək üçün gəlir. Mənim vəzifəm insanları ruhən iflic etməkdir. Çünki hər şey ruhani aləmdə başlayır. Əgər insan ruhən iflic olursa, fiziki dünyada baş verən hər şey qaçılmaz olur. Ruhani aləmdə müharibə gedir. Mənim məqsədim Allahın planını həyata keçirməyinizə mane olmaq idi. Mən şeytanın ordusunda əskər idim. Mən rayonlarda ruhları qidalandırırdım ki, Xaç İsa Məsihin ora daxil ola bilməsin. İmanlıları inandırırdım ki, Xaç sadəcə təsəvvürdür, real deyil. Mən bu işdə peşəkar idim. Kilsələrə gedib birliyi pozurdum ki, insanlar xilas olmasın. Məqsədim rütbə qazanmaq və şeytanın məndən razı qalması idi. Mən şeytanla üz-üzə oturub danışırdım, o insan surətində gəlirdi. Bədənimdə pentagram işarələri var idi. Mən şeytanı və cinləri gördüm. İki aləm var, qaranlıq səltənəti və işıq səltənəti. İsa cinləri qovurdu və onlardan danışırdı. Amma bugün kilsələr insanları azad etmək əvəzinə xoşbəxt olmağı öyrədir. İnsanlar ruhən əsirdir, nəsil lənətləri, asılılıqlar var. Mən əvvəllər bədəndən çıxıb rayonlara gedir, lənət atırdım. Amma xristiyanların dua etdiyi yerlərə girə bilmirdim. Cinayət, narkotik, fahişəlik təkcə insanın seçimi deyil. Orada cinlərin təsiri var. Problem təbii deyilsə və həll olunmursa, deməli bu fövqəltəbiidir. Şeytan insanları məhv etməyə çalışır. Asılılıqların, xəstəliklərin çoxu cinlərin işi hesab olunur. Amma bəzən insanlar dua və iman sayəsində azad olur. Məsələn, bir adam 26 il şizofreniya ilə yaşamışdı, amma dua ilə azad oldu. İsa keçmişimi sildi və məni azad etdi. İndi mən başqalarını da azad edirəm. Ruhani hücumlar insanların sözləri və davranışları vasitəsilə həyata keçirilir. Məsələn, ailədə mübahisə zamanı. Mən bundan nifrət edirəm, səndən nifrət edirəm, uşaqlardan nifrət edirəm, boşanmaq istəyirəm deyirsinizsə, şeytan bu fürsəti tutur, qəzəbi gücləndirir. Ailədə daha çox gərginlik yaradır. Biz dediyimiz şeyə çevrilirik. Sözlərimizin gücü böyükdür. Şeytan vəziyyətləri açıq qapılar kimi istifadə edir ki, həyatımıza nüfuz etsin və qalalar qursun. Məqsədi təkcə bizi cənnətdən uzaqlaşdırmaq deyil, həm də bu dünyada həyatımızı məhv etməkdir. Şübhə, qorxu, imansızlıq, depressiya, bunlar o qalalardır. Bu səbəbdən bir çox xristiyan dərman içir, özünə zərər verir. Amma biz hər şeyə qadir Allaha xidmət edirik və mükəmməl olmalı deyilik. Fırtınada belə içimizdə sülh olmalıdır. Bu kitab göstərir ki, problemlərin kökündə şeytanın fəaliyyəti dayanır. Biz onu adi dünyada görmürük, amma ruhani dünyada o çox fəaldır. Onun məqsədi sizi məhv etmək, sıxmaq, depressiyaya salmaq, qorxu və xəstəlik içində saxlamaqdır. Amma işıq səltənəti də var və o sizi azad edə bilər. Oğul sizi azad etsə, həqiqətən azad olacaqsınız. Doğru şeylərə inanın. Allaha verin ki, o sizi azad etsin. Çünki düşmən var ki, oğurlamaq, öldürmək və məhv etmək üçün gəlir. Bu kitab mənim haqqımda deyil. Bu kitab insanların ruhları və Allahın izzəti üçündür. Mənim xilas olmağımın səbəbi budur ki, imanlıların və iman etməyənlərin gözləri açılsın. Əgər mən 25 il əziyyət çəkməli idimsə, siz azad olun, qoy elə olsun. İnsanlar bilməlidirlər ki, ruhani dünya var və indiki halınızda qalmaq məcburiyyətində deyilsiniz. Bu kitab insanları dəyişib, azad edib, gözlərini açıb. O İsa Məsih haqqındadır. O sizi azad edə və həyatınıza məqsəd verə bilər. Sınaqlardan keçsəniz belə içərinizdə sülh ola bilər. Heç nə itirilməmiş və dağılmamış bir həyat yaşaya bilərsiniz. Siz tələdə qalmalı deyilsiniz, azad yaşaya bilərsiniz.